Bismillah, velhamdülillah, və salatu və selamu alə rasulillahi əmmə ba'd. Deməli, sual verilir ki, Adəm əleyhissalamın Peyğəmbər sallallahu aleyhi və səlləm ilə Rəbbinə təvəssül etməsi doğru məlumatdır, yoxsa yox? Bu sualın cavabı budur ki, bu hədis İmam Hakimin Müstədrəkində rəvayət etdiyi hədisdir. İmam Hakim rahiməhullah Müstədrək kitabında Abdullah ibn Muslimdən, o da İsmail ibn Muslimədən, o da Abdurrahman ibn Zeyd ibn Əsləmdən, o öz atasından, o da babasından, o da Ömər ibn Xattabdan, o da Allah Rasulundan nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi və hədisin xülasəsi, məzmunu da belədir ki, Adəm əleyhissalam cənnətdə işlədiyi günahına görə, xətasına görə cənnətdən çıxarılarkən, Rəbbinə tövbə edərkən, Peyğəmbər sallallahu aleyhi və səlləmin adı ilə, haqqı ilə Allah Rasulunun hörmətinə, Peyğəmbər sallallahu aleyhi və səlləmlə Rəbbinə təvəssül edərək tövbə edir. Və təbii ki, bu hədis uydurma hədisdir. Bu hədis batil hədisdir. Və necə ki, İmam Hakim, yəni bu hədisi öz kitabında rəvayət edən İmam Hakim, başqa kitabında Əl-Mədxəl ilə Ma'rifətis Sahih Minəs-Səqim adlı kitabında bu hədisi rəvayət edən Abdurrahman ibn Zeyd ibn Əsləm adlı ravi barəsində deyir ki, bu ravi zəif və yalanda ittiham olunmuş ravi idi və öz atasından uydurma hədislər nəql edərdi. Və bu hədis də bu Abdurrahman ibn Zeyd ibn Əsləmin öz atasından nəql etdiyi hədislərdəndir. Və bu sözü eyni ilə hədis alimlərindən Əbu Naim rahiməhullah da qeyd edir. Deyir ki, Abdurrahman ibn Zeyd ibn Əsləm öz atasından uydurma hədislər rəvayət edərdi. Və ümumiyyətlə bu ravinin zəif olması məsələsində bütün hədis alimləri ittifaq edib. Yəni İmam Buxari, İmam Muslim, İmam Əhməd, Yahya bin Mu'in, Əd-Daraqutni, Əbu Hatim Əz-Zura və qeyriləri. Bütün hədis əhli ittifaq edib ki, bu ravi zəif ravidir və yalançılıqda ittiham olunub və öz atasından uydurma hədislər rəvayət edərdi. Və necə ki, İbn-i Cəvzi rahiməhullah bu ravi barəsində deyir ki, Əcma'ul uləmə alə da'fihi və huvə muttahimun bil-vəd'. Hədis alimləri bu ravinin zəif olması məsələsində ittifaq ediblər, icma ediblər. Yəni, bu məsələdə heç ixtilaf olmayıb. Və huvə muttahimun bil-vəd'. Və bu ravi hədis uydurmaqda ittiham olunmuş birisi idi. Yəni, belə birisi idi. Və həmçinin və bu hədis də, yəni Adəm əleyhissalamın Peyğəmbər sallallahu aleyhi və səlləm ilə təvəssül etməsi hədisi, bu hədis, həmin ravinin, yəni Abdurrahman ibn Zeyd ibn Əsləmin öz atasından rəvayət etdiyi hədislərdəndir. Yəni, öz atasından o rəvayət etdiyi uydurma qissələrdən birisidir. Və bütün hədis əhli bunu qeyd edib və necə ki, bu İmam Hakimin həmin bu Müstədrək kitabını təhqiq edən, yəni oradakı hədisləri araşdıran, səhih olanlarını, zəif və uydurma olanlarından ayıran alimlərdən birisi İmam Zəhəbi rahiməhullahdır. Və İmam Zəhəbi bu hədis barəsində deyir ki, bu hədis batil və uydurma hədisdir. Həmçinin bunu İbn Həcər qeyd edir, həmçinin İmam Beyhəqi və s. alimlər bu hədisin batil və uydurma olduğunu qeyd ediblər və bu cür hədislə, yəni bu cür batil və uydurma hədislə heç fikri məsələlərdə istidlal edilməz. Qaldı ki, əqidə məsələlərində. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.